Hamıya salam. Məlumat və analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Biraz daha hər bir parametri daha ətraflı nəzərdən keçirəcəyik. İstəsəniz dayana bilərsiniz. Tədqiq olunan korporasiyanın bütün göstəricilərini daha ciddi şəkildə nəzərdən keçirməyi təklif edirik. İndi korporasiyanın əsas göstəricilərini təhlil edək. Microsoft Corporation ticker MSFT. Bu rəy 06 iyun 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Microsoft Corporation alt kateqoriyaya aiddir. T-internet müqayisədə 63 şirkət iştirak edir ki, bu da çox təmsilçidir. Tədqiq olunan şirkət üçün ümumi xal 10 baldan 0,5 bal. Alt kateqoriya üzrə orta bal 2,6 baldır. Geniş baxsanız, bütövlükdə ABŞ birjası çərçivəsində. Qeyd edək ki, bütövlükdə bütün fond bazarı üzrə orta nəticə 1,8 bal təşkil edir. Şirkətin 0,5 balına qarşı Microsoft Corporation. Şirkətin səhmlərinin qiymət hərəkətini müqayisə etməklə Microsoft Corporation və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görürük. Microsoft Corporation 13,1% dinamika nümayiş etdirib. Alt kateqoriya üzrə qiymət dinamikasına qarşı 20%. Şirkətin bazar kapitallaşması Microsoft Corporation 3476,36 milyard dollar təşkil edir. 9981 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Şirkətin balans dəyəri 321,92 milyard dollardır. 1,24 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 1,24 milyard dollar dəyərindədir. Fond bazarı və balans kapitallaşmasının paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Microsoft Corporation alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 34,828% təşkil edir. Balans dəyərinin kapitallaşması 31,444% təşkil edir. Təşkilatın bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis -1 bal. Tədqiq olunan şirkətin 106,244 milyard dollar borcu var. Borcun balans dəyərinə nisbəti öz kapitalının %33-üdür. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə nəticə yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 36-dır. 28,4 alt kateqoriya üçün orta qiymətlə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə mübadilə qiymətinin mənfəət nisbətinin qiymətləndirilməsi pis -1 bal. Son 12 ayda mənfəət 96,644 milyon dollar olub. Növbəti 12 ay üçün forward mənfəəti şərti olaraq 112,566 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 12,9-udur. Alt kateqoriya üçün orta qiymət 6,4-üdür. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi pis -1 bal. Son 12 ayda gəlir 270,30 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir ilkin olaraq 308,23 milyard dollardır. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 35,8%, alt kateqoriya üzrə orta göstərici isə 22,4% təşkil edir.
Alt kateqoriya göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada kadrların sayına görə şirkətin payı 10,52% təşkil edir. Bu, bazar kapitallaşma payından 246% azdır. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği 15,246 min dollara bərabərdir. Və alt kateqoriyada 4,400 min dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi keçərli 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği 423,8 min dollardır. 154,7 min alt kateqoriyada orta hesabla. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 184,000 dollardır. Alt kateqoriyada 691 min dollar var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən satışın qiymətləndirilməsi yaxşı 0,5 bal. Satışa çıxarılan səhmlər 0,8%, alt kateqoriya üzrə orta hesabla 1,2% təşkil edir. Göstərici rəası 14 şirkət üçün %74 səviyyəsini göstərir Microsoft Corporation. Alt kateqoriyada bu səviyyə 66%dir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən 468 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxminən 510 dollardır. Sifariş cədvəlinə baxaq, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli əvvəllər müəyyən bir mövsümdə qiymətləndirmə məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin təhlili əsasında Microsoft Corporation. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Sifariş açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.